Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəşi olsun əziz dostlar, əziz izləyicilər. Məlumuz olsun ki, dünyada siyasi sistemdə dəyişikliklər yaranıb. Bilirsiniz ki, Birinci Dünya müharibəsindən sonra Antanta dövlətləri monarxiyalara son qoydular və respublika quruluşuna keçdilər və respublika qurdular və Paris Sülh Konferansında və Lozan konferansında faktiki olaraq dünyanın bölüşdürülməsi haqqında yeni bir siyasi dünya sistemi yarandı və Dünya Birliyi yarandı. Məclisi Akvam adlı bir dünya birliyi yarandı və Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə Cümhuriyyəti quruldu. Təbii ki, Paris Sülh Konferansı ilə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini dünyada elan elədi və dünyada de facto olaraq ərazi bütövlüyünü 114 min kvadrat kilometr ərazisi ilə tanıdı. Eyni şəkildə Türkiyə Cümhuriyyəti Sevr müqaviləsi ilə, Lozan müqaviləsi ilə dünyada ikinci Türk dövlətinin elan elədi. Təbii ki, İkinci Dünya müharibəsinin, Birinci Dünya müharibəsinin baş verməsi ilə dünyada dəyişiklik yarandı. İkinci Dünya müharibəsində əsas hədəflərdən biri faşizmin dünyada sona çatması idi və İkinci Dünya müharibəsinin bitməsi ilə soyuq müharibə və iki blokun, NATO və Varşava paktının bölüşdürülməsi oldu və faktiki olaraq Şərq bloku və Qərb blokuna bölündü və dünyada demokratiya ilə totalitarizm arasında dünya bölüşdürüldü. Təbii ki, soyuq müharibə 89-cu ildə Berlin divarının yıxılması ilə dünyada siyasi sistem soyuq müharibə bitdi və isti müharibə başladı. Təbii ki, Brejinskinin və Huntingtonun nəzəriyyələri, Foucault'un nəzəriyyələri də sona çatdı. Və təbii ki, 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında respublikaçılar hakimiyyətdə olduğu dövrdə, George Bush hakimiyyət dövründə dünyada yeni bir müharibənin, 3-cü Dünya müharibəsinin başlanması ilə bağlı Böyük Orta Doğu Projesi adlandırılan dünya sistemi formalaşdırıldı və dünya sisteminin, Böyük Orta Doğu Projesinin yaranması üçün Amerika Birləşmiş Ştatlarının Pentagonu təbii ki, CIA ilə razılaşdıraraq dünya ticarət mərkəzinə terror aktı törətdi. Təbii ki, bu terror aktını törədən Əl-Qaidə yox, birbaşa Amerika Birləşmiş Ştatlarının Pentagonu, Müdafiə Nazirliyi bu terror aktını törətdi. Məqsəd o idi ki, Amerika dünyada terrorizmə qarşı mübarizə aparır şüarı ilə Azərbaycan da bu koalisiyaya qoşuldu və NATO'nun Şərq tərəfdaşlıq proqramı çərçivəsində antiterror koalisiyasına qoşuldu və Əfqanıstan, İraq, Suriya əraziləri işğal olundu və həmin dövrdə bilirsiniz ki, 70-ci illərdən başlayaraq İsrail-Fələstin müharibəsi əslində Həmas və Hizbullah birləşərək İsrailə müharibə elan elədi. İsrail dövləti bu müharibəni qələbə ilə bitirdi. Baxmayaraq ki, Yasir Ərəfat, bilirsiniz ki, İsrail dövlətinə qarşı İngiltərəni dəstəyini alaraq və Türkiyə Cümhuriyyətinin dəstəyini alaraq Fələstin özünün müstəqilliyini elan elədi. Və bilirsiniz ki, Mavi Marmara gəmisində Türkiyə Cümhuriyyətinin Böyük Orta Doğu Projesinin eş başqanı olan baş nazir və hazırki prezident Rəcəb Tayyip Ərdoğan Davos forumunda one minute deyərək bu terrora son qoyulması tələbi ilə hətta Birləşmiş Millətlər Təşkilatının toplantısında dünya 5-dən böyükdür şüarını səsləndirərək dünyada siyasi sistemi dəyişdi. Bilirsiniz ki, Sovet hakimiyyətinin dağılmasından sonra demokratiyanı boğmaq üçün Rusiya avtoritarizmi, Rusiya Putin rejimi və KGB rejimi, əslində kommunist rejimi SSR-nin dağılmasına qarşı mübarizə aparan ölkələrə qarşı, müstəqillik uğrunda, demokratiya uğrunda mübarizə aparan ölkələrə qarşı etnik münaqişələr yaratdı. Məsələn, Dağlıq Qarabağ münaqişəsini yaratdı. Sonraki dövrdə bilirsiniz ki, Abxaziya və Cənubi Osetiya münaqişəsini yaratdı, Çeçenistan münaqişəsini yaratdı və Dnestr-yanı münaqişəni yaratdı və ən son təbii ki,
Krım, Donbas, Lugansk, Donetsk ərazilərində etnik münaqişələr yaratdı. Və hal-hazırda da vəziyyət ondan ibarətdir ki, demokratlar Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olduğu dövrdə, xüsusilə Barack Obama'nın dövründə Əfqanistandan Amerika ordusu Orta Doğudan çəkildi və Amerika Birləşmiş Ştatları bilirsiniz ki, 94-cü ildə Clinton'ın hakimiyyəti dövründə, demokratların hakimiyyəti dövründə daha çox neft yataqlarına və ümumiyyətlə ölkələrdə bilirsiniz ki, əsrin müqaviləsi imzalandı və 94-cü ildəki imzalanan əsrin müqaviləsi əslində demokratların imzaladığı əsrin müqaviləsidir və bilirsiniz ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Baxmayaraq ki, bilirsiniz ki, 90-cı il 20 yanvar faciəsi baş vermişdi. Bu faciənin də törədildiyi dövrdə respublikaçılar hakimiyyətdə idi. Və bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında respublikaçılar hakimiyyətdə olduğu dövrdə senatorlar 9-7 düzəlişi həyata keçirdilər və ümumiyyətlə respublikaçılar həmişə anti-Azərbaycan mövqeyində olublar və Trump hakimiyyəti dövründə Tovuz hadisələri baş verdi. Yəni, əslində, hal-hazırda da Trump hakimiyyəti erməniləri dəstəkləməklə, ermənilərə dəstəyini çəkməməklə Azərbaycana qarşı Rusiyanı dəstək verərək əslində ədalətsizlik yaradır. Xüsusilə nəzərə alsaq ki, 2014-cü ildən etibarən Ukrayna-Rusiya müharibəsi baş verib və bu müharibə hələ də davam edir və Ukrayna bir çox ərazilərini Rusiya ordusu tərəfindən, Putin rejimi tərəfindən, faşist rejimi tərəfindən, diktatura rejimi tərəfindən işğal olunub. Əslində bu müharibə demokratiya və diktatura uğrunda mübarizədir və bu müharibə diktatura ilə diktaturaların və demokratların müharibəsidir. Və soyuq müharibənin əslində iki qütblü dünya sisteminin müharibəsidir. Bilirsiniz ki, Qərb bloku, NATO bloku hal-hazırda Ukraynaya dəstək verir. Şərq bloku isə, avtoritar blok isə, totalitar blok isə faktiki olaraq Rusiyanı dəstəkləyir. Azərbaycan isə müstəqil siyasət yürütdüyünə görə Azərbaycan haqlının və ədalətin mövqeyində və demokratik dünyanı müdafiə edir və demokratik dünyanın blokundadır. Və buna görə Türkiyə ilə 2021-ci ildə Dağlıq Qarabağ müharibəsində qazanılan qələbədən sonra Şuşa bəyannaməsini və Qarabağ bəyannaməsini imzaladı və Türk Dövlətlər Təşkilatının Zəngəzur dəhlizini və Güney Azərbaycan mövzusunu gündəmə çevirdi. Əslində, Türk Dövlətlər Təşkilatı və Avropa İttifaqı dünyada demokratiyanın və dünyada hüquq və azadlıqların möhkəmlənməsinə və dünyada neokolonializminə qarşı mübarizənin bir formulu oldu. Əslində, Avropa İttifaqı və Türk Dövlətlər Təşkilatı yaranarkən də, tarixə nəzər salsaq da, əslində iki dünya sisteminin, ikisinin də mövqeyinin demək olar bir-birinə bənzədiyini görmək olar. Əslində, 1992-ci ildə rəhmətli Əbülfəz Elçibəy iki qütblü dünya sistemində məhz demokratik dünyanı seçərək, Türk Dövlətlər Təşkilatının ilk zirvə konferansında 92-ci ilin oktyabrın 30-da Ankaraya səfər edərkən Elçibəy xüsusi qeyd eləmişdi ki, bizim yolumuz Rəsulzadə yoludur və Mustafa Kemal Atatürk yoludur. Mustafa Kemal Atatürk yolu Türk birliyinin, Türk dövlətlərin birliyinə əsaslanır. Rəsulzadənin tutduğu yol isə dünyada demokratiya yoludur və Rəsulzadə Türk dünyasında ilk dəfə demokratiyanı qurmuş bir şəxsiyyətdir. Və bu səbəbdən Rəsulzadə Atatürk yolunu seçərkən, məhz Atatürkün əsgəriyəm elan edərkən, əslində Türk dövlətləri qoşulmağı, Avropa İttifaqına assosiativ saziş imzalamağı üzərində hədəf edirdi. Elçibəy hakimiyyət dövründə Azərbaycanda çox partiyalı bir siyasi sistem yaratmışdı. Azərbaycanın dövlət dilinin türk dili olması da Azərbaycanın NATO ilə və ATM üzv olması perspektivləri və hədəfləri var idi. Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqil siyasət yürütməsinə, Rusiyadan qoparaq tam müstəqil siyasət yürütməsinə mane olmağa çalışdı. 4 iyun hərbi qiyamı nəticəsində İngiltərə və Rusiya birləşərək
Elçibəy hakimiyyətini devirdi. Buna baxmayaraq 94-cü ildə Heydər Əliyev hakimiyyətə gələrkən İstiqlal bəyannaməsi imzalayan və konstitusiyalı demokratiyaya çevirən Heydər Əliyev ölkəmizin ilk konstitusiyasını qəbul etdi və mətbuat üzərində senzuranı ləğv elədi və konstitusiyaya qəbul olunmasına 95-ci ilin noyabrında məhz bunun 30 illiyi tamam olur, bilirsiniz, və Prezident İlham Əliyevin sərəncamı ilə konstitusiya və suverenlik elan edilib və faktiki olaraq Azərbaycan dünya demokratik ölkələrin bloklarından əməkdaşlıq elədi və Heydər Əliyev hakimiyyətə gələrkən ilk növbədə NATO ilə, Avropa Şurası ilə əməkdaşlıq elədi, Avropa İttifaqı ilə əməkdaşlıq elədi və xatırlayıram Lisabon samitinə, Buxarest samitinə getdi və BMT-nin tədbirinə getdi və 2001-ci ildə Azərbaycan Avropa Şurasının Parlament Assambleyasının üzvü olmaqla bir daha sübut edildi ki, Azərbaycan məhz demokratik blokun, Qərb blokunun üzvüdür. Və Azərbaycan İlham Əliyevin hakimiyyəti dövründə də bu siyasət davam etdirildi. Xüsusilə İlham Əliyev Avropa Şurasında əldə etdiyi təcrübəni öz Olimpiya Komitəsində, idman siyasətində və mədəniyyət siyasətində bunu gerçəkləşdirdi. Heç də təsadüfi deyil ki, birinci Avropa oyunlarını Azərbaycan təşkil elədi Avropa miqyasında. Bunu heç bir Avropa dövləti təşkil eləyə bilmədi. Avropa Olimpiyadasını yaratmağa nail oldu. İkinci böyük təşəbbüs təbii ki, Avroviziya mahnı yarışmasının Azərbaycan ev sahibliyi eləməz. Və ən əsası bilirsiniz ki, Azərbaycan dünya idmanı üzrə, bədii gimnastika, karate və digər idman növləri üzrə Azərbaycan Avropa çempionatlarına ev sahibliyi elədi və ən önəmli şahmat yarışmalarını ev sahibliyi elədi. Və digər tərəfdən Azərbaycan ən mühüm avtomobil yarışı olan Formula 1 yarışlarını Avropa qitəsində, Türk dünyasında ən mötəbər hala gətirdi. Heç də təsadüf deyil ki, Türkiyə artıq Formula 1 yarışlarını keçirmir. Türk dünyasında yalnız Azərbaycan bu missiyanı yerinə yetirməklə öz siyasətini müəyyənləşdirir. Və ümumiyyətlə Azərbaycan Məhəmmədəmin Rəsulzadənin, Əli Bəy Hüseynzadənin ortaya qoyduğu İslamlaşmaq, türkləşmək və müasirləşmək düsturuna əsaslanaraq siyasət yürütdü. 2017-ci ildə Azərbaycan İslam əmrəlik oyunlarına ev sahibliyi elədi. Avropa Yenidən Qurba İnkişaf Bankı ilə hesabına Azərbaycan regionların iqtisadi inkişaf proqramına əsaslanaraq 2004, 2008, 2019, 2013 və 2014, 2018 və 2019, 2023-cü il dövlət proqramlarını qəbul etdi. Digər tərəfdən Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçildi və Avropa Şurasının Nazirlər Sovetinə sədr seçildi. Azərbaycan bir çox beynəlxalq layihələrdə ən son BMT-nin iqlim dəyişikliyi mövzusunda COP29 tədbirinə ev sahibliyi elədi. Və digər tərəfdən idman sahəsi üzrə, futbol üzrə UEFA Çempionlar Liqasının final maçına ev sahibliyi elədi və digər tərəfdən futbolumuzda da böyük irəliləyişlər nail oldu. Qarabağ Futbol Klubu, Neftçi Futbol Klubu və digər futbol klublarımız UEFA, Avroliqa və UEFA Çempionlar Liqasında qrup mərhələsinə qədər yüksəldi. Və təəssüflər olsun ki, Azərbaycan futbolunda Azərbaycanın yığma komandası nə Avropa çempionatında, nə dünya çempionatında heç bir uğur əldə eləmədi. Hətta təsnifat mərhələsini elə aşa bilmədi. Ümumiyyətlə, dünya düzəlinə gəldikdə isə əlbəttə ki, yeni bir nəzəriyyənin ortaya qoyulması, Türk Dövlətlər Təşkilatı tamamilə demokratik ölkələrdən yox, tamamilə Türk dünyasındakı avtoritar ölkələrin demokratik ölkəyə çevrilməsi formuluna nail oldu. Məsələn, Qazaxıstan Respublikası, Qırğızstan Respublikası və Türkiyə Cumhuriyyəti tamamilə demokratik ənənələrə, demokratik sistemə keçid edə bildi. Təəssüflər olsun ki, nə Özbəkistan Respublikası, nə Türkmənistan Respublikası demokratik cəriyana, demokratik dünyaya inteqrasiya edə bilmədi. Bunun əsas səbəbi MDB-nin üzv olması, Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatının üzv olması, Avrasiya Birliyinin üzv olması, Gömrük İttifaqının üzv olması səbəbindən oldu. Və ümumiyyətlə Azərbaycanda rus məktəblərinin
çox sürətlə artması, Azərbaycanın 70 illik neokolonial siyasətinə məruz qalması səbəbindən Azərbaycanda demokratik rejimin, demokratik seçkilərin keçirilməsinə və insan haqlarının qorunub saxlanmasına nail ola bilmədi. Azərbaycanda 340-a yaxın siyasi məhbuslarımızın sayının artması və Azərbaycanda vicdan məhbuslarının sayının artması tendensiyaları və Azərbaycan mətbuatının 4-cü hakimiyyətin sürətlə repressiyalara məruz qalması, siyasi partiyaların repressiyalara məruz qalması, QHT-lərin repressiyalara məruz qalması ilə nəticələndi. Əlbəttə, Azərbaycan Avropa Şurasına üzv olarkən Azərbaycanda Rusiyaya qarşı, Rusiyanın kəşfiyyatına qarşı mübarizəni çox təəssüflər olsun ki, gec də olsa anladı ki, bu mübarizəni aparmasa nə Tərtər cinayətinin qarşısını ala bilər, nə siyasi məhbusları azad edilə bilər, nə seçkiləri demokratik keçirə bilər. Bütövlükdə Azərbaycan dövləti anladı ki, Azərbaycan üzünü yüzillər boyu formalaşan demokratik dünyaya və öz milli köklərinə, milli mənəvi dəyərlərinə qayıdaraq bu ölkəni inkişafa apara bilər. Rəsulzadə və Elçibəy siyasətində, Əhməd Ağoğlu'nun siyasətində Türk dünyasına və Qərb dünyasına inteqrasiya üzərində Yusif Akçura, Əli Beysinzadə, Əhməd Ağoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Yusif bəy Çəməzəminli, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli və digər mütəfəkkirlərimiz də Azərbaycanın üzünün Qərb dünyasına, Üzeyir Hacıbəyov, Rafiq Babayev, Vaqif Mustafazadə, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov və bizim böyük korifey opera ifaçılarımız Lütfiyar İmanov, Polad Bilbuloğlu, Müslüm Ağamayev, onlar hamısı dünya qərb mədəniyyətinin, qərb musiqisinin və ümumiyyətlə 1873-cü ildə Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin təşəbbüsü ilə həm Azərbaycanın teatrının, Azərbaycan mətbuatının yaranması, qərb mədəniyyətinə, qərb cəmiyyətinə inteqrasiyasını onlar yüzillər boyu mübarizəni aparıblar. Hətta Hacı Zeynəddin Tağıyevin tikdiyi binalar Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin tikintisinə sərf olunması, Azərbaycan məktəblərinin, Azərbaycanda 1919-cu ildə Bakı Dövlət Universitetinin əsasının qoyulması məhz Azərbaycanın qərb cəmiyyətinə, qərb dünyasına inteqrasiyasını əsas hədəf tuturdu. Və bir şey də deyim ki, Azərbaycan bu gün də siyasətini Türk dünyasına və qərb dünyasına inteqrasiya edir. Təkcə Müdafiə Nazirliyində yaradılan komanda birliklərinin, NATO'nun təlimlərinə Azərbaycanın qoşulması, Türk Dövlətlər Təşkilatının NATO prinsiplərinə dayanan müasir ordu sisteminə keçməsi nəticəsində Azərbaycan 44 günlük zəfərini yaşadı və antiterror əməliyyatı ilə həm Dağlıq Qarabağ separatçılarını cəzalandırdı, onları bu gün də məhkəmələri davam edir. Əslində Azərbaycan özünün konstitusiyon quruluşunu məhz demokratik dəyərlərə, qərb dəyərlərinə söykənərək dövlətini formalaşdırmağı Azərbaycana bir çox uğurlar əldə etdirdi. O ki qaldı dünya düzəninə və hal-hazırdakı Rusiya-Ukrayna müharibəsində respublikaçıların yenidən Trump hakimiyyətinin hakimiyyətə gəlişi ilə neofaşizminin tüğyan eləməsi və nəyə görə bugün Rusiya-Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistana mart ayında bir araya gəlməyinə, bilirsiniz ki, Vladimir Zelenski Amerikanın riyakar siyasətinə, ikiyüzlü siyasətinə etiraz edərək artıq Türk dünyasına və Türkiyə Cumhuriyyətinə müraciət elədi və Türkiyə Cumhuriyyətinin prezidenti ilə görüşdü, Ankaraya səfər etdi və bu görüş əsasında Mustafa Kemal Atatürk'ün ortaya qoyduğu siyasətə və ümumiyyətlə yeganə Zelenskidir ki, dünyada İlham Əliyevdən sonra müharibə yolu ilə hakimiyyətini həm qoruyub saxlaya bilir, həm dövlətini qoruyub saxlaya bilir, həm də ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Və bugün demokratik qalanı, demokratik dünyanı bugün qoruyan yeganə dövlət Ukrayna Respublikasıdır. Mən bir daha birmənalı şəkildə demək istəyirəm ki, biz qurucu babalarımızın qurduğu dövləti, qurduğu sistemi təbliğ eləməkdən başqa çarə görmürük. Və bir şey də deyim ki, dostlar, Ukraynanın bilirsiniz ki, məsələn Rusiyanın, Amerikanın Xarici İşlər Nazirlərinin Səudiyyə Ərəbistanda bir araya gəlməsinin də səbəbi çox sadədir. Səudiyyə Ərəbistanı həm teokratik dövlətdir, həm
demokratik olmayan dövlətdir və bu səbəbdən həm də sənaye ölkəsidir, OPEC dövlətidir, neftlə zəngin olan ölkədir. Rusiya da neftlə zəngin olan ölkədir. Rusiyanın neftinin Səudiyyə Ərəbistanla birgə layihələrin həyata keçirilməsi və rusların bilirsiniz ki, turizm sektorunda xeyli sayda ərəb turistlərin Rusiyaya gəlişi, turizm sektorunda birgə əməkdaşlıq məsələləri var. Amerika Birləşmiş Ştatlarının isə Səudiyyə Ərəbistanla həm iqtisadi, həm hərbi, siyasi çəkisi var. Bilirsiniz ki, Səudiyyə Ərəbistanın təbii ki, həm dünyada İslam mədəniyyətinin, ümumiyyətlə Amerikanın yaxın şərq siyasətində Səudiyyə Ərəbistan əvəzsiz rol oynayır və Səudiyyə Ərəbistan arbitr rolunda çıxış edir. Bilirsiniz ki, dünya ümumiyyətlə bəşəriyyət tarixində Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə yürüşü və ümumiyyətlə İslam sivilizasiyasının mərkəzi rolunda çıxış eləməsi və ümumiyyətlə dünyada ziyarətlərin, müqəddəs ziyarətlərin mərkəzi halına gəlməsi, Amerika Birləşmiş Ştatlarının da dünyada bəşəri dəyərlərə söykənərək dövlətin qurması bu səbəbdən Səudiyyə Ərəbistanı strateji əhəmiyyətli bir mərkəz kimi görür və ümumiyyətlə Amerika Birləşmiş Ştatlarında Barack Obamanın hakimiyyətə gəlişindən sonra İslam mədəniyyətinə, İslam dəyərlərinə yenidən qayıtması və İslam multikulturalizmlə Azərbaycanda bilirsiniz ki, bu siyasət 2017-ci ildə İslam həmrəli oyunlarının təşkil olunmasına gətirib çıxardı və Azərbaycanda mədəniyyətlərarası dialoqun yaranmasına gətirib çıxardı. Və Amerika Birləşmiş Ştatlarında xeyli sayda müsəlmanlar yaşayırlar, müsəlman tələbələr var və həm də Amerika Birləşmiş Ştatlarında məscidlər fəaliyyət göstərir. Və bir şey də deyim ki, Səudiyyə Ərəbistanı həm də Vatikan üçün çox önəmli bir mərkəzdir. Çünki Vatikan Xristian dünyasının bir məbədidir və bir mərkəzidir və teokratik bir dövlətdir İtaliyanın tərkibində. Həm də Səudiyyə Ərəbistanla Amerika Birləşmiş Ştatları arasında Rusiya kimi neft məsələlərində ortaq müttəfiqlik var və Amerika Birləşmiş Ştatları da baxmayaraq ki, dünyada demokratik dəyərləri müdafiə edən, demokratik dünyanı müdafiə edən, NATO-nun təşkil edən və ümumiyyətlə investisiya fondlarının, Rockefeller fondu başda olmaqla bir çox fondlara təşkilatçı rolunda çıxış edən bir ölkə kimi, əlbəttə ki, Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanı strateji bir ölkə kimi görür. Və bu səbəbdən Amerika Birləşmiş Ştatlarının Rusiya ilə bilirsiniz ki, indi bəzi ekspertlər deyirlər ki, məsələn, Alyaska, Kamçatka yarımadası ilə Rusiya ilə Amerika arasında əsrlər boyu münaqişə olub və əsrlər boyu bilirsiniz ki, Amerika qitəsində Venezuela, Kuba, Boliviya, digər ölkələri Rusiya işğalda saxlayıb, Rusiya orada avtoritar, totalitar rejimlər qurub. Bilirsiniz ki, o ölkələrdə sosializmin yayılması, kommunizmin yayılması da məhz Rusiyanın soyuq müharibə dövründə Amerika ilə apardığı müharibə ilə əlaqəlidir. Və təbii ki, bugün Braziliyada, Meksikada və ümumiyyətlə dünyada kriminal dünyanın mərkəzi rolunda və jandarma rolunda çıxış edən Rusiyanın dünyada terrorizmin yaradıcısı və terror təşkilatların yaradıcısı kimi tanıyırıq. Və bilirsiniz ki, Rusiya həm PKK, həm PYD, həm IŞİD, həm digər terrorçu Əl-Qaidə, digər terrorçu qruplaşmaların ev sahibliyi edən ölkədir. Və Rusiya məhz Amerika ilə bu məsələlərdə fikir ayrılıqları var. Və bilirsiniz ki, baxmayaraq ki, Qarbaçov hakimiyyəti dövründə, Yeltsin hakimiyyəti dövründə Amerika-Rusiya münasibətləri hər zaman isti olub. Amma bugün Putin və Duginin siyasətindəki Avrasiyaçılıq siyasəti dünya sistemini tamamən neokolonializmə gətirib çıxarır. Baxmayaraq ki, Vladimir Putin özü də etiraf edir ki, SSR-in dağılmasında məhz özünün xidmət etdiyi KGB-nin, Rusiyanın kəşfiyyat orqanlarının xidmətləri olub. Bilirsiniz ki, həmin dövrdə KXÇP hadisəsi olub. Avqust hadisələri nəticəsində Rusiya SSR-dən ayrılıb və Rusiya ayrıca bir dövlət kimi Yeltsin hakimiyyəti dövrünə keçib. Bilirsiniz ki, Edinskiy Rusiya partiyası hakimiyyətdədir və o təbii ki, dünyada gizli yollarla, ümumiyyətlə
xəfiyyə xidmətləri göstərir və dünyada avtoritarizminin və neofaşizminin dünyada yayılmasına çalışır. Bugün görürsünüz ki, Azərbaycanda neofaşizminin meylləri var və Azərbaycanda kütləvi şəkildə ermənilərə qarşı nifrət meyllənməsi var və buna görə də ermənilərlə sülh danışıqları və hətta Ermənistan Azərbaycan sərhədinə Avropa İttifaqının müşahidəçi missiyaların gəlməsinə belə neofaşizm nöqteyi-nəzərdən yanaşırlar. Halbuki Rus neofaşizmi imkan vermir ki, bu iki xalq bir-birinə dost olsun, bir-birinə müttəfiq olsun və eyni blokun, xüsusilə Qafqaz evi ideyasına əsaslanaraq Avropaya inteqrasiya etsin. Ümumiyyətlə, mən düşünürəm ki, Ermənistan artıq parlamenti rəsmi qərarla Avropa İttifaqının üzvü olmaq istəyir və hətta Avropa Şurasının parlament assambleyasının səhv etmirəmsə sədr müavini ermənidir və Ermənistan Nazirlər Kabinetində təmsil edir və Xarici İşlər Nazirliyində təmsil edir və faktiki olaraq bu onu demək əsas verir. Hətta Ermənistan parlamentindəki fraksiya təmsil edir və addım bilirsiniz ki, partiyasından, Paşinyanın partiyasından təmsil edir. Yəni Ermənistanda faktiki olaraq vəziyyət ona gətirib çıxaracaq ki, Ukrayna kimi Gürcüstan faktiki olaraq öz müstəqilliyini həm itirib, həm faktiki olaraq Avropadan və Amerikadan sanksiyalar gəlib və faktiki olaraq Gürcüstan təklənmiş vəziyyətdədir. Və bir tərəfdən Gürcüstanda yaşayan soydaşlarımızın hüquqları tapdalanır. Onların bələdiyyə orqanlarında, parlamentdə, seçkili orqanlarda təmsilçilik hüquqları əllərindən alınır və orada da neofaşizminin Gürcü faşizminə çevrilməsi və kilsə faktorunun Gürcü Pravoslav kilsəsinin rolunun gücləndirilməsinə çalışır və o Gürcü Arzusu partiyası faktiki olaraq Gürcü faşizminin yeni Kartli-Kaxetya çarlığının bir siyasətinə dönüb və ona görə də dünya siyasətini analiz eləsək, əslində biz hansı dünyanın bir parçasıyıq, Türk dünyasının mı, Avropa dəyərlərinin mi parçasıyıq? Əslində qanunlarımız və hüquqlarımız əslində Avropa dəyərlərinə söykənərək yaşamını təqin edir. Əslində Azərbaycanın mədəniyyəti də, bugün Azərbaycanda teatrlar var, Azərbaycanda opera, balet teatrı var, Azərbaycanda konkret konservatoriya var və Azərbaycanda bir çox mədəni müəssisələr var. Yəni, faktiki olaraq Azərbaycanın öz milli kökləri tamamilə qərb dəyərlərinə, qərb mədəniyyətinə dayanır. Özünün dövlət formasiyası, respublikadır, konstitusiyalı respublikadır və Azərbaycan üzərinə düşən beynəlxalq hüquqları, hətta Qərbi Azərbaycan icmasının özü də bugün Avropa İttifaqına müraciət edir, Avropa Şurasına müraciət edir. Yəni, belə deməyə əsas verir ki, Azərbaycan özünün qərb dünyasından uzaqlaşdırmır, təcrid eləmir. Əgər xarici ölkədə belə Azərbaycan Xalq Parlamenti yaradılırsa, bu ona əsas verir ki, Azərbaycan dövləti buna razılıq verirsə, demək ki, Azərbaycan üzünün Avropa dəyərlərinə və Avropa dünyasına inteqrasiya edir. Amma milli mənəvi dəyərlərə gəldikdə isə və tarixi köklərə nəzər saldıqda isə Azərbaycan təbii ki, Türk dünyasından ayrı deyil. Etnik kimliyi olaraq Azərbaycan Talışdır, Ləzgidir, Avardır. Hamısı Türk kökənli, Türk köklü bir xalqdır və onlar Türk etnik qruplarından bir parçasıdır. Azərbaycanda ayrı-ayrı etnik azlıqların öz ana dilində yazmağı, öz ana dilində təhsil almağı və hətta Azərbaycanda erməni əsilli etnik qruplar var. Onlar da faktiki olaraq həm Alban kökənli etnik qruplardır, Udin əsilli etnik qruplardır. Onlar da bugün qanunvericilik orqanında, icra edici orqanında, prezident administrasiyasında təmsil edirlər. Bu onu göstərir ki, Azərbaycanda heç bir etnik qrupa qarşı diskriminasiya yoxdur. Bu da əslində Türk dünyasından gələn, Səfəvilər dövlətindən, Atabəylər dövlətindən, Dədə Qorqud dastanından gələn gələnəklərdir. Bir şey də deyim ki, Azərbaycan Xalq Cümhuriyyəti formal olaraq demokratik dəyərlərə və qərb dəyərlərinə söykənsə də, demokratik şuurunu, demokratik anlayışını Kitab-ı Dədə Qorquddan alırdı. Səlcuqlu dövlətindən alırdı. Çünki bilirsiniz ki, Səfəvilər dövlətindən alırdı. Səfəvilər dövlətindən, Midiya dövlətindən alırdı. Çünki Midiya dövlətində demokratik şuur əslində Türk tayfalarının, Lulubilərin, Kutilərin, Turukkilərin, Kimerlərin, Sakların bir araya gələrək vahid bir ideologiyada
və maqların mədəniyyətinə, media mədəniyyətinə söykənərək, Atropatena mədəniyyətinə söykənərək vahid bir mərkəzləşmiş bir dövlət qurmuşdu. Və bilirsiniz ki, Astiaq, Kiyaskar və Tomris media dövlətinin strukturunu media dövlətində hətta çarlıq üsul idarəsi, bəylik üsul idarəsi qurmuşdu. Eynən Səlcuqlu İmperatorluğu dövründə olduğu kimi media dövlətinin Anadoludakı forması Səlcuqlu dövləti idi. Və bilirsiniz ki, Türk totemində, Türk mifologiyasında qartal simvolu çox müqəddəs sayılırdı. Baxmayaraq ki, bilirsiniz ki, eramızdan əvvəl Göktürklər dövləti Hun dövləti olub, Hun dövləti özünün simvolunu əjdaha idi və Göktürk dövləti isə daha çox Bozqurd simvoluna, toteminə əsaslanırdı. Və Səfəvilər dövlətindən başlayaraq totem olaraq təbii ki, aslan simvolundan istifadə edir. Və ümumiyyətlə, Türk mifologiyasında, Türk qəhrəmanlıq dastanlarında da bu simvolların real və dini və elmi tərəfləri əsaslandırılır. Və ümumiyyətlə, bugün Avropa miqyasında çox sayda Türk tayfaları, Türk boyları yaşayır. Məsələn, Macarlar yaşayır, Bulqarlar yaşayır, Ukraynalılar yaşayır və Albanlar yaşayır. Yəni, Albanlar özlərini Axunlar hesab edirlər və onlar da Türk kökənli hesab edirlər. Bugün bu ölkələr Avropa İttifaqının və NATO'nun ən strateji tərəfdaşlarıdır və Azərbaycanla siyasi, iqtisadi əməkdaşlıq edir. Bəli, Slavyan dilli xalqlar da Avropa İttifaqında, NATO'da təmsil edir. Burada Serblər var, Boşnaqlar var, Xorvatlar var, sonra Ukraynalılar var, Macarlar var, Bolqarlar var və s. Yəni, German dil qrupları da var. German dili qrupları da məsələn Almanlardır, deyək ki, Avstriyalılardır və İsveçrəlilərdir. Düzdür, İsveçrəlilərdə daha çox saylı etnik qruplar var. Məsələn, Almanlar var, İngilislər var, Germanlar var, Fransızlar var, İtalyanlar var və bir çox xalqlar var ki, Avropa İttifaqında türk kökənlidirlər və İtalyanlar özlərini İtrusk mədəniyyətinin tərkib hissəsi kimi görürlər və Skandinav ölkələrində özlərini Troyalılar görürlər. Onların içində Vikinglər var. Məsələn, onlar əsrlər boyu İngilis koloniyasına qarşı müharibə aparıblar və burada təbii ki, xüsusilə mən Norveçlər, Finlər, İsveçlər və Qrillandiyalılar məsələn nümunə göstərmək olar. Üstəlikdə Avropa sivilizasiyasının bir çox özəllikləri Azərbaycanın və ümumiyyətlə Türk dünyasının sivilizasiyasından tam bir-birinə bağları var və Alban mədəniyyətinin, Alban-Türk mədəniyyətinin, Cavanşirin qəhrəmanlığını nəzərə alsaq və yaxud da Cavad xanın qəhrəmanlığını nəzərə alsaq, ümumiyyətlə heç bir zaman neokolonializmə, Babəki, Koroğlunu və yaxud Qaçaq Nəbini, Səttar xanı, ümumiyyətlə bizim çox sayda Robin Hoodlarımız olub, çox sayda Spartaklarımız olub və çox sayda Herakllarımız olub. Ümumiyyətlə biz bu qəhrəmanların mifik deyil, mən bunlara mifik saymıram. Bunlar həm də bir xalqın, belə deyək, qürurudur, bir xalqın mübarizə simvoludur. Və ümumiyyətlə hər bir xalqın mübarizə simvolları var. Və biz Avropada xüsusilə akademiyalar, universitetlər, kolleclər, ümumiyyətlə bu ənənələri də Azərbaycana 20-ci əsrdə sənaye inqilabından sonra, dünyada dəyişiklikdən sonra, dünyada hətta dəyişikliklərin fonunda Mirzə Fətəli Axundov, Mirzə Rəkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Əbdürrəhim və Haqverdiyevin hesabına dünya mədəniyyətinin tərkib hissəsinə çevrildik. Bugün Avropa dəyərlərini söyən insanlar niyə o zaman teatra gedirlər? O zaman niyə operanı dinləyirlər? Niyə o zaman caz musiqisini dinləyirlər? Niyə rock musiqisini dinləyirlər? Rap musiqisini dinləyirlər? Simfonik musiqini dinləyirlər? Yəni o zaman niyə Üzeyir Hacıbəyev dinləyirlər? Niyə Üzeyir Hacıbəyev sevirlər? Yəni bu məntiqsiz və ümumiyyətlə savadsızlığın pik həddidir. Ümumiyyətlə düşünürəm ki, Azərbaycanda Avropa dəyərlərini hər sahədə görmək olar. Geyimlərimizdən tutmuş, dünya görüşümüzdən tutmuş, hətta bugün asan xidmətdə də Avropa dəyərlərini görmək olur. Vahid pəncərə sistemi görmək olur və ictimai nəqliyyatda kart sisteminə keçmək, avtobuslarda artıq hidrogenlə işləyən elektrik avtomobillərinə rast gəlmək olur. Baxmayaraq ki, COP29-dan sonra bu populyarlıq hala gəldi. Və ümumiyyətlə cərimə sisteminə baxsaq, bu dünya demokratik ölkələrin hər birində var və ümumiyyətlə demokratik ölkələrin ən böyük üstünlüyü odur ki,
hüququn alilik prinsipləri ona görə pozulmur ki, o insanların həm intellektual səviyyəsi, həm hüquqi savadı məktəblərdə, universitetlərdə tədris olunur, televiziyalarda, filmlərdə tədris olunur. Dünyanın ən məşhur kino fabrikası olan Hollywoodda belə bəzən görürsən ki, qərb mədəniyyətinin, qərb dəyərlərinin ən möhtəşəmliyi ilə hüquq nəzəriyyəsini və ya psixologiya sahəsini, sosiologiya sahəsinə aid çox saylı filmlər var. Amerika Birləşmiş Ştatlarının Hollywood filmlərinin ən məşhur, ən çox izlənilən filmlərdən biri, düzdür, bir fəlakət sayılan filmlərdən biri olan, bir çox Oscar mükafatına layiq görülmüş Titanic filmində Şotland mədəniyyəti daha çox qabardılır. Və yaxud da Cəsur Ürək filmi Şotland mədəniyyətinin tarixini təbliğ edir. Və yaxud da Vətənpərvər filmində orada da təbii ki, Cəsur Ürək filminin baş rol ifaçısı Mel Gibson çəkilib və bilirsiniz ki, hətta Sean Connery'nin filminin məşhur İngiltərədə izlənilən James Bond filmi də əslən İrland əsilli bir aktyor Amerikan filmlərində də çəkilib və ümumiyyətlə Amerikada çox mədəniyyətlilik və çox xalqlıq var. Məsələn, Amerikada İtalyan mədəniyyətinin də məşhur nümunəsi və mafiya filmlərdən biri olan bir çox Oscar mükafatına layiq görülmüş Xaç Atası filmində baş rol ifaçılarından Robert De Niro və təbii ki, Al Pacino bir çox filmlərdə Oscar mükafatına layiq görülüb. Ümumiyyətlə, baxsaq o filmlərin ən üstün cəhəti ailə dəyərlərinə, ağsaqqala, ağbirçəyə və ümumiyyətlə ailəçiliyə, ailə institutuna çox yüksək dəyər verməsidir və o filmlərə bizim milli mənəvi dəyərlər nöqteyi-nəzərdən baxsaq çox möhtəşəm bir dəyər aşılanır. İnsan öz hüquqlarını, ailə hüquqlarını qorumalıdır, ailə dəyərlərini qorumalıdır və ümumiyyətlə əxlaqi dəyərlərini qorumalıdır. Amma insanlar var ki, şərq xalqlarında o əxlaqsızlığı, pozğunluğu, fahişəliyi görəndə insanlar şərq dəyərlərindən, insanlar özlərindən uzaqlaşdırırlar və bugün çox təəssüf ki, bəzən özünü milli mənəvi dəyərlərdən danışan, namusdan, qeyrətdən danışan insanlar bizi türk dəyərlərindən, türk köklərindən, ailə dəyərlərindən və qərb dəyərlərindən uzaqlaşdırırlar. Bugün fikir verirsinizsə, Azərbaycan milləti sözünü, ifadələri işlədirlər. Bu yanlışdır. Azərbaycan coğrafi bir məfhumdur. Biz kökən olaraq türkük. Bunu mən Avropa qitəsində, Avropa tədbirlərində də Sevil Film Festivalında olsun, Sənədli Film Festivalında olsun, bir çox Avropalı səfirlərə də mən deyirəm. Fransızlara da deyirəm ki, mən türkəm. I am Turkish deyirəm. Ümumiyyətlə, mən öz kimliyimi, öz kökümü danmıram. Ümumiyyətlə, belə bir təsəvvür yaradırlar ki, Avropa İttifaqında ölkələrdə pozğunluq var, əxlaqsızlıq var, soyunmaq var, LGBT var. Ümumiyyətlə, baxın, elə ölkələr var ki, konservativ yanaşırlar. Gürcüstanda, məsələn, Avropa inteqrasiya edən yeni nəsil var. Onlar hələ də mitinqlər eləyirlər, etirazlar eləyirlər Gürcü arzusuna qarşı. Zuraşvili xarici tədbirlərə gedir, gənclərlə görüşür. Amma görürsünüzmü, orada LGBT-yə qarşı nifrət var. Necə demək olar ki, Avropa ölkələrində, İngiltərənin özündə LGBT varmı? Sual verirəm. Yoxdur, mümkün deyil. Çünki İngiltərədə teokratik deyil, daha çox orada konstitusiyalı monarxiya mövcuddur. Teokratik monarxiya olsa, orada LGBT-yə qarşı açıq şəkildə həm nifrət olar, həm də orada bir qadağalar olar. İngiltərədə belə bir qadağa yoxdur. Sadəcə insanlar şuurla LGBT tipli insanlar İngiltərədə yaşaya bilməz. Çünki İngiltərə elə bir əxlaqi dəyərlərə malik bir ölkədir ki, elə bir hüquqi dövlətə malik ölkədir ki, orada yazılmayan qanunlar var. Baxmayaraq ki, İngiltərənin təməl konstitusiyası yoxdur. Amma görürsünüzmü, cəmiyyətdə, təhsilə münasibətdə, əxlaqa münasibətdə necə gözəl, necə əlamət var. Məsələn, mən milli mənəvi dəyər deyəndə öz dilimiz, öz bayrağımız, öz gerbimiz, öz qanunlarımız nəzərdə tuturam. Mən heç bir Avropa ölkəsində görməmişəm ki, bir fransız getsin Almaniyaya, orada öz prezidentini, Macronu təhqir eləsin, söysün, təhqir eləsin. Sizcə yoxdurmu Macrona qarşı narazılıq yaradan? Amma bunu eləmirlər. Niyə? Çünki öz dövlətinə, öz vətəninə, öz millətinə hörmətlə yanaşırlar, sevgi ilə yanaşırlar. Mən də Azərbaycanı o cür görmək istəyirəm. Mən də istəyirəm ki, Azərbaycan vətəndaşı istənilən ölkəyə gedəndə bu cür davransın.
Amma görmürəm. Bəzən hətta baxsaq o ölkələrdə öz dövlətinin kəşfiyyat orqanlarına işləyən mətbuat nümayəndələri var. Məsələn, France Press var və yaxud da deyək ki, Almaniyanın Spiegel qəzeti var, deyək ki, Amerikanın Guardian qəzeti var, Washington Post qəzeti var, New York Times qəzeti var. Amma o qəzetlərdə də baxsaq, heç bir zaman öz dövlətinin milli maraqlarına zərər vuran fikirləri səsləndirmirlər. Bütövlükdə bilirsiniz, bizim Avropa dəyərlərinin haqqında təsəvvürümüz çox yanlış qurulub. Və insanlar ancaq əxlaqsız dəyərlər üzərində əgər beyinlərini zəhərləyirsə, verilişlərdə əxlaqsızlıq təbliğ olunursa, pozğunluq TikTokda təbliğ olunursa, biz Avropanı da axtarışda onu görürüksə, onu görmək istəyindədirsə, bizim yanlışlığımız ondur. Bu cahillikdir. Və biz əxlaqi dəyərlərimizi qoruyub Avropaya əxlaqi dəyərlər gözü ilə baxsaq, çox böyük üstünlüklər qazanırıq. Birinci növbədə insanlar yüksək rifah halında yaşayırlar, yüksək maaş alırlar, rüşvət vermirlər, rüşvət almırlar. Heç bir nazir, heç bir icra başçısı, heç bir seçkili orqan rüşvət ala bilmirlər. Rüşvət alanlar qınanılır və media tərəfindən qınanılır və bizim medialar kimi onları qaçaqmalçı deyib, onları erməni pərəst deyib, ermənidən maliləşib deyib təhqir eləmirlər. Bizim cəmiyyətin şuurunda bir faşizm şuuru hakimdir və müharibədən sonra bu şuur yaranıb. İnsanlar müxalif fikri, müxalif düşüncəni yalnız və yalnız partiyalarda görmək istəyirlər. Parlamentdə görmək istəyirlər. Bu düzgün deyil. Mən müxalif düşüncəli insanlar tanıyıram ki, xarici ölkədə yaşayır və çıxıb Rusiyaya qarşı bir fikir səsləndirə bilmir, amma gəlir Azərbaycanın səfirliyin qarşısında DAS təşkilatı var, aksiya eləyir, Azərbaycan əleyhinə aksiya. Bu nə qədər düzgündür? Bu nə qədər ümumiyyətlə Azərbaycana xeyir gətirə bilər? Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər? Axı Azərbaycanda hakimiyyət dəyişikliyi qeyri-mümkündür. Birincisi, bu Konstitusiya məhkəməsi təsdiqləyib, artıq möhrünü vurub və İlham Əliyev Konstitusiyaya əl basıb və siz bunu necə dəyişə bilərsiniz? Bu dəyişdirmək, bu həm ümumiyyətlə demokratiyaya ziddir. Çoxluq 92% əgər səs verib, onu prezident seçibsə və siz onu iddia edirsiniz ki, 8%-i iddia edirsiniz ki, saxtakarlıqla keçirilib, topa-topa bültenlə seçilib, bu artıq konstitusiyalı və demokratik şuur deyil, bu artıq avtoritar şuurdur. Bu faktiki azlığın çoxluğa tabe olması prinsipinə ziddir. Demokratiya çoxluğa tabe olma sistemidir. Çoxluğun rəyinin qalib gəlməsi sistemidir. Və bugün 156 nəfər deyək ki, Türkiyə Cumhuriyyətini qurubsa və 100 nəfər bunun əleyhinə səs verib və çoxluq artıq ümumi rəyi Cumhuriyyətdən yanadırsa, siz ona hörmətlə yanaşıb o quruluşu dəstəkləməlisiniz və Atatürkün qurduğu sistemi dəstəkləməlisiniz. Yaxşı, tutaq ki, Azərbaycanda 28 apreldə Cumhuriyyətimiz işğal olunur və əhalinin böyük bir hissəsi, təbii ki, kəndçilər, fəhlələr etiraz edirlər və burjua hakimiyyətini elan edib, müsavat hakimiyyətini və demokratik hakimiyyətini istəmir və parlament çıxılmaz vəziyyətdə qalır. 11-ci Qırmızı Ordu Azərbaycanı işğal eləyir. Azərbaycanın sərhədlərinə yalamadan daxil olur və Azərbaycan parlamenti qərar çıxarır ki, deyək ki, əhalinin və parlamentin böyük bir çoxluğu, təbii ki, orada 26 nəfər faktiki olaraq kommunistlərə təhvil verir hakimiyyət. Və bu demokratiyanın da zərərli tərəflərindən biridir. Çünki əgər sağlam bir demokratik şuur formalaşsaydı, Bakı Dövlət Universitetinə təhsil alanlar və reallı məktəblərdə qeyri-müəllimlər seminariyasına təhsil alan, xaricdə təhsil alan, cumhuriyyəti quran insanlar insanlara konstitusiyalı bir ölkəyə çevirsəydi, Atatürk kimi konstitusiyalı bir cəmiyyət, konstitusiyalı bir dövlət quruluşuna keçsəydik, məhkəmələr olsaydı, siz təsəvvür edin ki, 18-20-ci illərdə Azərbaycanda məhkəmə olmayıb, məhkəmə hakimiyyəti olmayıb, məhkəmə hakimiyyəti qurulmayıb və məhkəmə hakimiyyətinin rolu qabardılmayıb. Baxın, tarixçilər mənə sual versinlər ki, kim bu işi görüb? Azərbaycanın xüsusi xidmət orqanları görüb.
Əks-İnqilabla Mübarizə Təşkilatı görüb, hümmətçilər görüb. Və bilirik ki, Əks-İnqilabla Mübarizə Təşkilatının bir çox üzvləri sonradan məlum olub ki, o insanlar keçmiş Komünist Partiya sıralarında və Komünist Partiyasının üzvləridirlər. Biz dünya düzənindən danışırıq və dünya düzənində bugün əgər İsrail-Fələstin müharibəsində Fələstinlərin deportasiyasından danışılırsa, Ukraynanın ərazisində natrium və litrium yataqlarının Amerika tərəfindən istismarına danışırıqsa, biz deməli bugün respublikaçıları dəstəkləməməliyik. Amma görürük ki, bugün Trumpın anti-Azərbaycan mövqeləri, hətta bilirsiniz ki, Amerikanın senatorların içində respublikaçılar Azərbaycan əleyhinə qətnamələr qəbul ediblər. Amma Joe Biden administrasiyası Brüssel danışıqlarında, Praqa danışıqlarında Azərbaycanın mövqeyini müdafiə ediblər. Dəfələrlə Macronla birgə İlham Əliyev görüşlərdə iştirak edib. İlham Əliyev bu diplomatik görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün 86,6 kvadrat kilometr tanınmasına nail olub. Granada görüşündə Avropa Şurasının komissiyasının üzvü Van Leyden Ermənistanın baş naziri ilə görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması razılıq əldə olunub. Azərbaycan mediasında, Azərbaycan dövlət kanallarında nəinki bununla bağlı xəbər paylaşılır. Baxın, Paris Sülh Konfransında dünya düzənindən danışırıq. Paris Sülh Konfransında Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətində qubernatorların yaradılması təklif edir. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa rəsmi olaraq Əli Mərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə təklif verir və buna rədd cavab verir. Ermənistan Respublikasının o dönəmki Ağrıdağ və Ararat Respublikasının nümayəndə heyəti ilə Azərbaycan razılığa gəlir və 114.000 kvadrat kilometr ərazisinin Ermənistan tərəfindən tanınmasına nail olunur və sizə bu mövcud xəritəni, 114.000 kvadrat kilometr xəritəni dünyada tanıdır. Azərbaycan mediası, Azərbaycanın dövlət kanalları Paris Sülh Konfransında tanıdılan ərazilərin, hətta Qərbi Azərbaycan icmasının bu xəritə ilə dünyada tanıdılması istiqamətində heç bir real addım atmadığını bugünə qədər biz görmüşük. Siz efirlərdə hətta Baku TV-nin Qərbi Azərbaycan departamenti yaradılıb və bu departamentə Baku TV-nin aktual verilişinin aparıcısı, keçmiş talk-show, keçmiş teatrşünas Elçin Əlibəyli rəhbərlik edir. Amma siz görün bu xəritəni niyə efirlərdə yayınlamırlar və niyə görə bugün hətta Azərbaycan Xalq Parlamentinə mən bu səbəbdən qoşuldum. Düşündüm ki, yəqin ki, biz gənclər tək başına bu işi Avropa Şurasında gündəmə gətirə bilərik. Ümumiyyətlə, hüquqi cəhətdən mən yalnız bu məsələni bu cür görürəm və düşünürəm ki, əgər bunu eləsəm, Azərbaycan Xalq Parlamentinə seçilsəm və bunu beynəlxalq təşkilatlarda gündəmə gətirsəm və Azərbaycanın Xalq Cümhuriyyətinin bilirsiniz ki, Osmanlı dövləti ilə Batum müqaviləsinin şərtlərini, sənədlərini yayınladım və Wikipediyada yerləşdirdim. Amma görünən odur ki, Wikipedia özü şikayət edib ki, biz bunu yayınlaya bilmərik. Yaxşı, bu nə deməkdir? Bu nə anlayışdır? Mənə iddia edirlər ki, bu mənbələr mənə göstər, bu qaynaqlar mənə göstər. Bu, Azərbaycan Milli Tarix Muzeyinin arxivindən tapılıb, arxivində mövcuddur, arxivindən əldə eləmişəm və orada çox sayda ədəbiyyatlar var və burada təbii ki, Ziya Bünyadovun, Abbasqulu Bakıxanovun, təbii ki, Türkmənçay müqaviləsi ilə bağlı, Gülüstan müqaviləsi ilə bağlı bugünə qədər Azərbaycanda Qərbi Azərbaycan icması İngilis dilində, fransız dilində tərcümələr eləməyib və bu barədə Rusiya dövlətini məhkəməyə verməyib. Çünki Rusiya özünün konstitusiyasında deyir ki, biz Çar Rusiyasının da, Sovet Rusiyasının da varisiyik. Yəni 13-cü əsrdə qurulan İvan Grozny tərəfindən knyazlıq halına gələn dövləti birləşdirən Rusiya Çarlığı və 1917-ci ildə qurulan Rusiya Sovet Sosialist Respublikasının Xalq Komissarlar Soveti
və sonraki dövrdə 1923-cü ildə rəsmən SSR adlandırılıb, bu dövlətin varisidir. Belə çıxır ki, deməli bütün cinayətləri, Rusiyanın Azərbaycana törətdiyi cinayətlərin hamısını öz üzərinə götürür. Və Türkmənçay müqaviləsi, Gülüstan müqaviləsini ona görə televiziyalarımız gündəmə gətirmirlər ki, bu məsələnin o taylı Azərbaycanın, hətta bugün Məsud Pezeşkiyanın Təbriz şəhərində çıxışına İran üləmalardan, İran ayətullahlardan bir qismi ona senzura qoydu. Çünki İran İslam Respublikasının konstitusiyasına görə dövlət dili fars dilidir. Və İran İslam Respublikası özünü Sasanilər dövlətinin, Əhəmənilər dövlətinin varisi hesab edir. Və Şah rejiminin, Pəhləvi rejiminin varisi hesab edir. Özünün konstitusiyasında bunu qeyd edib. Və özünün dövlət bayrağında, baxmayaraq ki, bu dövlət bayrağı Qacar dövlətinin bayrağıdır, amma faktiki olaraq biz Qacarlar dövlətini Səməd Vurğunun dili ilə Vaqif dramında söydürürük və sonra da deyirik ki, biz tariximizi niyə bu vəziyyətə qoymuşuq. Baxın, Abbasqulu Bakıxanov, Ziya Bünyadov özünün hərbi keçmişinə baxsaq, Çar Rusiyasının və Sovet Rusiyasının silahlı qüvvələrində iştirak edib və belə bir şəraitdə bu insan bizə hansı obyektiv tarix formalaşdıra bilər? Və yaxmayaraq ki, Gülüstan-İrəm əsərində və Ziya Bünyadovun Azərbaycan tarix əsərində bir çox ərəb mənbələrindən, fars mənbələrindən bir çox statlar gətirilir və qeyd edilir ki, biz müasir Azərbaycan tarix elminin əsaslarını qurmuşuq. Halbuki Mirzə Gözəl bəyin Qarabağnamə əsəri var və Baharlının Azərbaycan Xalq Cümhuriyyətində Oğuznaməsi var və qeyd edilir ki, biz əslində Oğuz dövlətiyik və mən birmənalı şəkildə onu da deyim ki, əslində biz Avropa dəyərlərinə inteqrasiya etmək istəyiriksə, biz doğrudan da tarixi ədaləti bərpa etmək istəyiriksə, birinci növbədə qərb mənbələrinə, qərb dillərinə tərcümə eləməliyik. Baxın, mən bu yaxınlarda Qırğızstanın Bişkek şəhərində bir türkoloji qurultayına dəvət aldım. Beynəlxalq qurultay idi və orada Qazaxıstan, Özbəkistan nümayəndə heyəti iştirak edirdi. Və burada əsas məsələ, müzakirə məsələsi bizim müasir tariximiz, müasir respublika tariximizdə vəsiz rol oynayan Rəsulzadə və Atatürkün qurduğu dövlətin təməl prinsipləri, onun qırğızca tərcümə olunmasını təklif edildi. Çünki hər iki şəxsiyyət, tarix şəxsiyyət ölkəmizi qərb dünyasına və qərb sivilizasiyasına inteqrasiyanı hədəfləyirdi. Bilirsiniz ki, 18-20-ci illərdə Azərbaycan Anglo-Sakson 2 palatalı parlament sistemini qurmuşdu. Bilirsiniz ki, 91-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndə Milli Şura var idi və Milli Şura sonradan Ali Sovet oldu, sonradan Milli Məclis oldu. Və Milli Şura tamamilə Milli Məclisə nəzarət edirdi və bilirsiniz ki, Milli Şura iyun ayında 18-ci ildə buraxandan sonra Məclis-i Məhsusan çağırıldı noyabr ayında və dekabr ayında parlament ilk sessiyasını təşkil elədi. Bilirsiniz ki, 90-cı ildə keçirilən Ali Soveti seçkilərlə Dem blok və Kom blok yaradıldı və Azərbaycanın müstəqilliyinin haqqında bəyannamə 30 avqustda elan edildi. 18 oktyabrda isə rəsmən müstəqillik elan olundu. Konstitusiya aktı ilə elan olundu. Və bir şey də deyim ki, Türkiyə Cumhuriyyəti də 20-ci ildə, 23 apreldə Böyük Millət Məclisi quruldu və bilirsiniz ki, Sultan Əbdülhəmid dövründə məşrutə elan edilən Məclis-i Məhsusan bilirsiniz ki, mart ayının, 18-ci ilin mart ayında İngilislər tərəfindən işğal olunan sonra fəsh edildi və bilirsiniz ki, konqreslər təşkil olundu Amasyada, Sivasda. Atatürk 23-cü ildə isə prezident seçildi və 156 nəfərin səs çoxluğu ilə respublika quruluşu elan edildi. Və 24-cü ildə Türkiyə Cumhuriyyəti tamamilə xilafət üsul idarəsindən ayrıldı və faktiki olaraq xilafət üsul idarəsini ləğv elədi. Yəni, bütövlükdə dünya tarixində iki böyük şəxsiyyətin reformları və islahatları böyük mənada dünya tarixinə, dünya qərb tarixinə
silinməz izlər buraxdı və buna görə də bunu dünya dillərinə tərcümə eləmək bizim boynumuzun borcudur. Bilirsiniz ki, 2018-ci ildə 1918 AS saytının Cumhuriyyətimizin 100 illiyə əlaqədar sayta ərsəyə gəldi. 2021-ci ildə isə bilirsiniz ki, Rəsulzadənin 130 illiyində prezident sərəncamı ilə sonra rəsulzadəmuzeyi.org saytı fəaliyyətə başladı. Bütövlükdə bu fəaliyyətlərimiz bizim üçün, xalqımız üçün, dövlətimiz üçün çox önəmli işlərdir. Bilirsiniz ki, Prezident İlham Əliyev 2025-ci ili konstitusiya və suverenlik ilan etdiyinə görə bütövlükdə mən düşünürəm ki, Azərbaycanda siyasi dünya görüşü, siyasi baxış tamam dəyişməlidir və düşünürəm ki, Azərbaycanın üzü qərb dünyasına, qərb sivilizasiyasına və türk dünyasına, türk mədəniyyətinə əsaslanmalıdır. Baxın, bəzi hallarda sosial şəbəkələrdə bəzən qeyri-etik davranış göstərən, ictimai nəqliyyatda xuliqanlıq eləyən və yaxud da hansısa azyaşlı uşaqları ailə məişət zəminində cinayət törədən xəbərlər yayılır, paylaşılır və Azərbaycanda bunun əsas səbəbi bilirsiniz ki, uzun illər 70 illik kriminal rejimin, kommunist rejiminin Azərbaycanda möhkəm olması və kriminal rejimin 70 illik totalitar rejiminin tərkibində yetişmiş nəsil Azərbaycanı idarə eləməsidir. Bütün dövlət strukturlarında demək olar ki, Sovet hakimiyyətinin təəssübkeşliyini edən insanlar əyləşiblər və buna görə də Azərbaycanda problemlər həll olunmur. Və Azərbaycanda problemlərin həlli yolu, yeganə yolu gənclər siyasətinin asan xidmətdə, abad xidmətdə, dost mərkəzində, Yaşad fondunda çalışan gənclərimizin cəlb olunması, dövlət orqanlarına cəlb olunması, nazir postlarına gəlinməsi prosesinə keçid olmalıdır. Sürətlə Azərbaycanda ruslaşdırma siyasəti uzun illər gerçəkləşmişdi 30 il ərzində, 1993-cü ildən etibarən. Azərbaycanın bütün dövlət orqanlarında demək olar ki, Rusiyanın xüsusi xidmət orqanları oturmuşdu və Azərbaycanın dövlət maraqları, dayaqları zərbə altına, respublikaçılığın dayaqları zərbə altına girmişdi. Azərbaycanın Avropa Şurasında mandatının əlindən alınması da müəyyən dərəcədə bu məsələlərin səbəbindən baş verib. Mən hər birinizə təşəkkür edirəm. Birazdan mən Milli Məclisə gedəcəm və Milli Məclisin kitabxanasına gedəcəm. İnşallah bu arxiv sənədləri parlamentin arxivinə verəcəm. Bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun. Gələn görüşlərədək atamız var olsun.